olsun. Axşamın xeyir ay Canana. Necəsiz? Necə olacam? Qonaq gəlib verilişə, bayaqdan əsəbləşib, deyir Canana ötən verilişdə mənə qarşı çox böyük bir hörmətsizlik etdi. Kobudluq edib mənə qarşı. Mən deyir, şeir səsləndirərkən deyir, əhəmiyyət verməyib və nə dediniz? Yox, mən şeirimi deyərkən danışırdılar, gülürdülər, mən özümə götürdüm dedim. Yəni ki, bu nə, mən yəni o qədər şeiri pis dedim ki, Tembolu atası şairdir. Estağfurullah, Məzahir müəllim. Məni dəvət də elədi atasının yubileyinə. Hətta. Siz şeir deyərkən, mən onu düşünürdüm və onu müzakirə edirdim ki, xanımla, Məzahir müəllim atamın yaratılış gecəsini istəyirəm etmək və o da bir şair olaraq kitablar çıxardıbdır və onu müzakirə edirdim ki, Məzahir müəllimi də istəyirəm dəvət etmək, yəqin ki, gələr məni qırmaz. Çox-çox üzr istəyirəm, yəqin səhv anlaşılmazlıq olub. Amma Məzahir müəllim elə başa düşməyib, deyir, tam əksini gördüm, saymamazlıq etdi mənə qarşı və deyir, çox istəyərdim ki, ona sözümü deyim. Mən də dedim, canlı efirə bağlansın. Canan hər zaman deyir ki, mən böyüklərə hörmət qoyuram, böyüklərə sayğın bu cür mü qoyurlar, ay Canana? Mən inanın ki, Balakəndə idim, 3 gündür Fırma festivalında, indi yol qayıdıram. Mənə zəng edib dedilər ki, belə bir... Sən səhər asrana gəlib çıxmamısan Bakıya? Yox. Ona görə mənə dedilər pis oldum, çünki mən... Üzrünü qəbul edirsiniz? Canana xanım, salam. Salam Canana xanım. Salam. Mən əlbəttə həmişə istər harda oluramsa olum, xanımlara böyük sayğım var, hörmətim var. O cümlədən də sizə. Siz özünüz gördünüz ki, siz oxuduğunuz zaman Rəsul bəy sizə dedi ki, mənim xoşum gəlmədi. Amma mən dedim ki, mənim xoşum gəldi. Sonra dedi ki, gəlsən. Hə, sonradandan sözünü düzəltdi mənim sözümdən sonra. Amma mən sizə dedim ki, mənim çox xoşum gəldi. Amma mənə bilirsiniz, mən onu görməmişdim. Ekrandan baxandan sonra mənə insanlar bildirdilər ki, Məzahir müəllim, necə olur ki, siz şeir deyirsiniz, sevgiyə aid şeir deyirsiniz. Canana xanım... Mən dedim ki, çox gözəl şeirləri var. Məzahir müəllim deyəsən, ancaq aşkdan yazır, sevgidən yazır. Bəli. Mən, ümumiyyətlə, mən xanımlara həmişə bağışlamışam, yenə də bağışlayıram. Amma, yəni, xahiş edirəm, mənə... Bir daha təkrarlanmasın. Olunmasın, hə. Təşəkkür edirəm. Olmaz inşallah. Atanıza da salam deyərsiniz. İnşallah qismət olsun. Təşəkkür edirəm Canana, bağlandığın üçün minnətdarıq. Bir də ümidvaram ki, bu cür hörmətsizlik etməzsən özündən böyüklərə qarşı. Bu tək mənə aid deyil. Zaten qonaqlar bəzən gəlir.